Və aleykum əssalam. Sual belədir ki, fərqi yoxdur qadın və ya kişi zina edərsə və tövbə edib bağışlama istəyərsə, Allah həmin gün qulunu bağışlayar, təbii ki, bağışlayır. Allah Subhanahu Quran-Kərimdə buyurur ki, İnna Allah la yaghfiru an yushraka bihi şey'an və yaghfiru ma duna zalika limen yasha. Allah ona şərik qoşanları bağışlamaz, amma şəriklikdən aşağı olan bütün günahları Allah Subhanahu quluna bağışlayar. Bu o deməkdir ki, əgər insan hansısa bir günahdan tövbə edirsə və tövbənin şərtlərini edirsə, Allah Subhanahu həmin qulunu əfv eləyir və bağışlayır. Həmin qul bağışlanan qullardan olur. Ona görə insan istər qadın olsun, istər kişi olsun, istər zina olsun, istər içki, istər qumar, istər riba, yəni sələmçilik, faiz, hansısa bir günah olur olsun, tövbə edərlərsə və tövbənin şərtlərinə riayət edərlərsə, təbii ki, Allah Subhanahu həmin qulun bağışlar. Çünki Allah Subhanahu Tövvab və Rahimdir. Tövbələri qəbul edən rəhimlidir. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, cadunun əlamətləri nələrdir? Bəlkə bilirsiniz. Ümumiyyətlə, cadu geniş bir məsələdir və cadunun növləri olduğu üçün və cadunun əlamətləri də cürbəcür olur. Yəni, misal üçün deyək ki, evlilikdə cadu var, boşanmada cadu var, sevgidə cadu var, gözləyimə var, insanın bir işin alınmaması üçün cadu var. Yəni, konkret olaraq siz hansı cadunun növlərini deyirsinizsə, biz o növün əlamətlərini sizə başa salaq, bildirək. Çünki biz əgər cadudan danışmalı olsaq, biz gəlir burada müəyyən bir vaxt sərf eləyək. Amma siz konkret olaraq hansı cadunun hansı növündən sual verirsinizsə, o növünü sual verin və biz də onun əlamətlərini sizə başa salaq Allahın izni ilə. Və aleykum əssalam. Sual belədir ki, evdə balıq bəsləmək olarmı? Əgər söhbət akvarium balıqlarından gedirsə və şərtdir ki, sən onun yeməyin də və suyun da verəsən. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem evdə saxlanan heyvanlar barədə buyurub ki, evdə saxlanan heyvanların yeməyi və suyu verilməlidir. Əgər siz onun yeməyin də suyun da verirsinizsə, inşallah onu saxlamada bir problem yoxdur. Amma siz ev heyvanlarını saxlayıb, istər quş olsun, istər balıq, istər pişik və s. və onların yeməyin, içməyin vermirsinizsə, bax, bu özü günahdır. Bu özü günahdır. Əgər yeməyin, içməyin verirsənsə, istər balıq olsun, istər quş, istər pişik və digər heyvanlar saxlamaq olar. Və aleykum əssalam. Sual belədir ki, deyirlər ki, itlər cinlərin zəiflərindəndir. Bu düzgündürmü? Xeyr, belə bir rivayət hədis yoxdur. Sadəcə də hədisdə gəlib ki, qara it, zil, təmiz, qara, xalis qara it cinin formalarından biridir. Yəni, cin əgər hansısa bir məxluqata girmək istəsə, yəni o zaman cinin seçdiyi məxluqat həmən bu qara it olur. Yəni, qara itdə əksər hallarda cin ola bilir. Bu o deməkdir. Amma ümumilikdə isə bütün itlərdən söhbət getmir. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, bir insan xəstələndisə, onun sağalması üçün qurban demək düzgündürmü? Və ya o insan sağalmasa, dünyasını dəyişərsə, yenə də qurban kəsilməlidirmi? Əgər bir insan xəstələndiyi zaman ona nəzir qurbanı deyilibsə, yəni sağalsan qurban kəsəcəm deyibsə, o insan sağaldığı vaxtı qurban vacib olur, kəsilməlidir. Amma sağalmayıb dünyasını dəyişərsə, o zaman ona qurban kəsilmir. Çünki o niyyət eləmiş ki, sağalsa kəsəcəm, amma sağalmadı, dünyasını dəyişirsə, ona qurban vacib olmur. Və aleykum əssalam. Sual belədir ki, çalışıram yoldaşım icazəsi olmadan heç yerə getməyim, amma olur ki, qonşuya sistemə təzyiq olaraq icazə almaq fürsətim olmadan gedirəm. Bu zaman mələklər tərəfindən lənətlənirəmmi? Ümumiyyətlə, siz hər dəfə evdən çıxmanıza görə yoldaşınızın icazə alırsınızsa, bəli, düz edirsiniz. Amma bu kimi sistem və digər hallar olanda siz fürsət tapmayıb təzilə çıxırsınızsa, o zaman yoldaşınız axşam evə gəldiyi zaman ona bildirin ki, siz sistemə getmişsiniz. Qoy xəbəri olsun. Yəni, təcil olaraq da fürsət tapmayıb getmişsinizsə, amma axşam evə gələndə ona bildirin Allahın izni ilə və inşallah bu cür etsəniz, inşallah ki, lənətlənmiş olmarsınız Allahın izni ilə. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, insan namaz qılmasa və ya Allahın vacib buyurduğu fərzlər yerinə yetirməsə, o müsəlman sayılır və ya uca pak olan Rəbbimiz
bizi hesaba çəkəcəyi gün onun hesabı necə olacaq? Allah cümlə müsəlman bacı qardaşlarımızın elminə bərəkət versin. Təbii ki, əgər bir müsəlman özünü müsəlman sayıb, amma namaz qılmırsa, Allahın vacib buyurduğu fərzi yerinə yetirmirsə, o qiyamət ki, onun sorğu-sualı ağır olacaqdır. Onun sorğu-sualı ağır olacaqdır və o Allahın yerinə yetirmədiyi bütün əmirlərinə görə və qadağanlarından çəkinmədiyinə görə hər birini ayrı-ayrılıqda cavab verəcəkdir. Hər birini ayrı-ayrılıqda cavab verəcəkdir. Və aleykum assalam. Sual belədir ki, bilmək istəyirəm ki, məlumatım olsun. Əgər bir qadın namaz qılırsa və o evdə hamı haram işlər görür və içki içir, bu nə dərəcədə doğrudur? Təbii ki, bir qadın əlhəmdülillah ibadət əhli, namaz əhlidirsə, o öz savabını qazanır və Allahın əmrini yerinə yetirmiş olur və öz ibadəti ilə də Allahın iznilə öz cənnətini qazanır. Amma evdə hamı haram işlər görürsə, içki içir və digər haram işlər görürlərsə, onlar əgər tövbə etməzlərsə, onlar da bu əməllərin öz cəhənnəmlərini qazanırlar. Və qadın ibadəti özünədir, amma evdəkilərin haramı isə özünə aiddir. Qadın onların elədikləri harama görə günah qazanmır. Onlar öz haramlarına görə günahların özünü qazanır və qadın öz ibadətinə görə savabın özü qazanır. Və aleykum assalam. Sual belədir ki, əqiq qurbanlıqda kəsilir, bir də qıza neçə, oğlana neçə qurban kəsilməlidir? Əqiq qurbanlıqda kəsilmir, əqiq elə uşaq anadan doğulanan bir həftədən sonra kəsilir. Amma kiminsə əqiqi varsa və qurbanlıqda kəsmək istəyirsə, heç bir problem yoxdur. Əgər adi hallarda kəsə bilmirsə, əqiqini qurbanlıqda kəsə bilər və qurbanlıqda əqiq niyyəti ilə kəsməlidir. Və əqiqdə qız uşağına bir qurban, oğlan uşağına isə 2 qurban kəsilir. Və aleykum assalam. Sual belədir ki, mən nəsə bir əməl etmək istəyəndə, məsələn, namazdan sonra olduğum yerdə qalaraq zikirlər etmək və s. kimi əməllər etmək istəyəndə, həmən anda fikrimə gəlir ki, sən bunu etsən, demək ki, öləcəksən. Bu fikir şeytandan ola bilərmi? Bəli, bu fikir şeytandandır. Çünki şeytan sizi xeyir əməli etməyinizə razı deyil. Ona görə sizə cürbəcür vəsvəsələr, şübhələr gətirir ki, siz həmən əməli tərk edəsiniz. Və aleykum assalam. Sual belədir ki, bir şey eşitmişəm ki, deyirlər, əskərlər kafirdirlər, başqalarının əmirlərinə tabi olurlar deyə. Bu nə dərəcədə düzgündür? Bunu deyən insanlar kafir və təkfirçidirlər və əskərlər kafir deyirlər. Əskərlər də bizim balalarımızdır, bizim qohumlarımızın balalarıdır, onlar da müsəlman övladlarıdır. Sadəcə onlar öz əskərlik xidmətlərini yerinə yetirirlər. Onlar bizim evimizdə rahat yatmağımız, yaşamağımız üçün səngərlərdə, sərhədlərdə keşik çəkirlər. Onlar bizim balalarımızlar. Allah Subhanahu taala onları qorusun, sağ-salamat evlərinə qaytarsın və kim onlara kafir deyirlərsə, onlar təkfirçi və xavaricdilər. Və aleykum assalam. Sual belədir ki, Muhammed sallallahu aleyhi ve sellem belə bir hədisi var ki, 70.000 nəfər sorğu-sualı cənnətə gələn olacaq. Necə başa düşək bu hədisi? Bəli, hədis olduğu kimidir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, 70.000 insan sorğu-sualı cənnətə gələcəklər. Dedilər, ya Rasulullah, bunlar kimdir? Allah Rasulü dedi ki, onlar o kəslərdir ki, onlar deməli, kimləsə ruqiyyə tələb eləməzlər, yəni kiməsə deməzlər ki, mənə ruqiyyə oxu. Və həmçində tatayyür eləməzlər, yəni düşər düşməzliyə inanmazlar. Yəni qara pişik keçdi, qara qarğa keçdi, buna inanmazlar. Həmçində odla müalicə olunmazlar. Yalnız öz Rəblərinə təvəkkül edərlər. Bax, bu 4 dənə vəsfi özündə cəm edən insan, onlar sorğu-sualsız cənnətə girən insanlardılar. Allah Subhanahu bizləri onlardan eləsin. Və aleykum assalam. Sual belədir ki, kişi yoldaşına qara paltar, hicab giyməsini məcbur edirsə və qadın etiraz etsə, qadının günahı varmı? Ümumiyyətlə, şərt deyil ki, qara rəngdə olsun, tünd qəhvəyi, tünd göy rəngdə ola bilər. Əsas odur ki, qadın hicablı və təsəttürlü olsun və övrət yerləri bilinməsin, görsənməsin. Və qadın təbii ki, əgər hicab bağlamağa, ondan sonra bədəni sitr edilən libas geyinməyə etiraz edirsə və təbii ki, buna görə qadın günah daşıyır. Təbii ki, buna görə qadın
günah daşıyır. Çünki o hicab geymək, təsəttürlü geymək o yoldaşın əmri deyil, o Allahın və Rasulun əmridir. Hansı qadın ki, hicab geyinmir, baş açıq gəzir, bədən əzaları çöldə qalmış formada gəzirlərsə, bunlar Allah və Rasuluna qarşı asıl etmiş olurlar. Və aleykum assalam. Sual belədir ki, deyirlər ki, qadın tualetə girməmişən qabaq başını örtməlidir. Bu düzdür, xeyr. Bu düzgün deyil. Yəni, qadın başını örtməlidir namazda və naməhrəmlərin yanında. Amma tualetə girmək üçün niyə başını örtməlidir ki? Yəni, nə səbəbə? Səbəb nədir onun orada başını örtməsini? Bu, xurafat və mühümmatdır və bunun dindən heç bir əlaqəsi filanı yoxdur. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, dəstəmaz alanda mütləqdirmi? Yəni, fərzdirmi ki, dəstəmaz üzvlərini 3 dəfə yumaq? 2 dəfə yusa dəstəmaz keçərlidirmi? Ümumiyyətlə, dəstəmaz əzalarının 1 dəfə yuyulması fərz sayılır, amma 2 dəfə, 3 dəfə yuyulması isə bu sünnə sayılır. Yəni, vacib olan bir dəfə yumaqdır. Amma sünnə 2, 3 dəfə yuyulması sünnədir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, deyilənə görə səhər zikirlərini zöhr namazına qədər etmək olar. Bu nə qədər düzdür? Bu yanlışdır, bu xatadır. Çünki səhər zikirləri, yəni sübhdən sonra olan zikirlərin müddəti günəş çıxana qədərdir. Günəş çıxana qədərdir. Yəni sübhün zikirləri günəş çıxana qədərdir. Amma gün ortaya qədər və gün ortadan da sonra o gündəlik mütləq zikirlər var ki, onları edə bilər. Onlar mütləq zikirlər var ki, onları edə bilər. Amma səhər axşam zikirləri şərtdir ki, yəni səhər zikirləri gün çıxana qədər olsun. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, hər ayın 13-ü, 14-ü, 15-i tarixində tutulan oruz niyə görə tutulur? Hər ayın, yəni hicri ayının 13, 14, 15-i oruç tutulur. Ona əyyəmül bid deyirlər, yəni ağı günlər deyirlər. Çünki o günlərdə ay bütöv formada olur və bu günlərdə oruç tutmaq barədə Muhammed sallallahu aleyhi ve sellem hədisi vardır ki, insan hər ay, yəni ayın 13, 14, 15-i bax bu orucunu tutsun. Və niyə görə tutulduğu isə, bəli, bunu bizə Muhammed sallallahu aleyhi ve sellem bildirib və biz də ona tabi olaraq bu əməli edirik. Amma sırf bunun hikməti nədir? Niyə görə məhz 13, 14, 15-i? Bax, bu hədislərdə qeyd olunmayıb. Hədislərdə sadəcə qeyd olunub ki, hər ayın 13, 14, 15, yəni ayın bütöv olduğu halda bu orucları tutmaq lazımdır. Bu 3 gün oruclarını tutmaq lazımdır. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, qadın bacıları və yaxud da başqa hicablı bacılar ilə parka da gedə bilərmi? Uşaqları əyləndirmək üçün. Onu da deyim ki, park çox uzaq deyil. Əgər bir qadın uşaqlarını əyləndirməyə getmək üçün və ya da ki, özlərini gəzmək üçün evdən kənarlaşırlarsa, o zaman o öz həyat yoldaşına bildirməlidir. Yəni, həyat yoldaşına bildirməlidir ki, mən uşaqlarla parka gedirəm. Çünki o yoldaşının izinsiz evə çıxa bilməz. Yoldaşı icazə verərsə, bəli, o rəfiqələri ilə də gedə bilər, öz doğma bacıları ilə də gedə bilər, hətta öz uşaqlarını da götürüb bir yerdə gedə bilərlər. Əsas odur ki, o evdən çıxanda yoldaşından izin almalıdır. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, vitr namazlarının qəzasını, axşam vitr namazını 3 rükət qılıram, əlavə bir rükət də qəza namazı qılsam olarmı? Ümumiyyətlə, vitrin qəzası vardır. Əgər kimsə axşam vitri qılmayıbsa, səhər gün çıxandan sonra onun qəzasını edir. Və alimlər deyir ki, vitrin qəzası gecənin qıldığının cütüdür. Yəni, sən gecə vitri 3 qılırsansa, onun qəzası 4-dür. 5 qılırsansa, onun deməli, qəzası yəni 6-dır. Yəni, hansı rükətdə tək halda qılırsansa, o təki gündüzdə cüt eləyirsən, bu da olur sənin vitrinin qəzası. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, vitr namazındakı qunut dualarını öyrənənə kimi Allahım məğfirli desəm olarmı? İnsan əgər qunut duasını bilmirsə, o insan vitrdə qunut duasını kitabdan da götürüb oxuya bilər. Yəni bu icazəlidir. Əgər bunu da bacarmışsa, öyrənə kimi Allahım məğfirli deyə bilər. Və ya da ki, başqa dualar varsa, bildiyi dualar varsa,
Rabbena atina fid dunya hasenə və fil akhirati hasenə və qina azabannar. Allahumma ighfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el-ahya minhum vel amvat. Yəni bu kimi dualardan hansını bilirsə deyə bilər. Heç bir problem yoxdur. Aleykum assalam və rahmetullah. Sual belədir ki, duha namazının 2 rükət qılınır deyirlər. Amma bəzi insanlar 2, 4 və ya 6 rükət qılırlar. 4-6 rükət qılan adama daha çox savab gedir, yoxsa eynidir savabı, yəni 2 rükət və ya da 6 rükət. Ümumiyyətlə, duha namazı barəsində 2, 4, 6, 8, 10 rükət bu kimi hədislər gəlib və onun ən aşağı həddi 2 rükətdir. Amma yuxarı isə qıla bilər. Yuxarı isə qıla bilər, necə hədislərdə gəldiyi kimi. Və təbii ki, 2 rükət qılanla 4 rükət qılanın savabı eyni deyildir. 2 rükət qılan 2 rükətin savabını qazanır. Daha çox qılansa daha çox rükətin savabını qazanır. Və aleykum assalam. Sual belədir ki, mütləqdirmi vitr namazında qunut tutmaq, yoxsa adi bir rükət namaz kimi qılmaq olar? Xeyr, mütləq deyil. Çünki əhl-i sünnənin fəqihlərinin rəyinə görə vitr namazına qunut tutmaq mütləq deyil. Yəni, ümumiyyətlə, heç qunut tutmaq vitrin rükunlarından, şərtlərindən, vacibətilərindən belə deyil. Yəni, istəyərsən tutarsan, istəyərsən tutmarsan. Yəni, mücərrəd ən azı bir rükət qılmaqla sən vitr namazını qılmış sayılırsan. Hətta qunut olmasa da belə. Və aleykum assalam. Sual belədir ki, əgər qüsül pozulursa, bir gün gec qüsül alsam günahdırmı? Namaz üçün, yəni qüslün pozulub, sən sabah ala bilərsən, bu günahdırmı? Əgər qüsül pozulubsa və evdə su yoxdursa və həmçində su varsa, sən xəstəsənsə, bu iki səbəb üzülür ki, sən qüsül almayasan. Əgər su yoxsa, su tapılana kimi, əgər xəstəsənsə, sağlana kimi sən qüsül almaya bilərsən. Amma yox, su var, sən almırsan, təmbəllik edirsən, və sən təmin namaz qılırsansa, əmin ol ki, sənin ibadətlərin qəbul deyildir. Çünki qüsül olanda təmin eləməyin 2 dənə şərti vardır. Birinci suyun olmamağı, ikinci isə sənin xəstə olmağın. Bu ikisi üzürdür. Amma digər səbəblər isə üzür deyil və sən qüsülsüz təmin namaz qılmırsansa, sənin ibadətlərin məqbul deyildir. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, bir bacı var, Ramazan borcunu gələn Ramazana bir gün qalmış tutub qurtarıb. Bu nə dərəcədə düzgündür? Ramazana bir gün qalmış oruç tutmaq olarmı? Bəli, əgər insan bir borcunu gələn Ramazan girənə qədər borcunu ödəyib qurtarıbsa, lap yaxşı və Ramazan girməyinə bir gün qalmışa kimi oruç tutubsa, bu da icazəlidir. Qadağan olan Ramazana birləşdirməkdir. Amma Ramazandan bir gün qabaq qəzasını tutub qurtarıbsa, İnşallah bu icazəlidir. Heç bir problem də yoxdur. Və aleykum assalam. Sual belədir ki, xəstə olduğum üçün spirt ilə hazırlanmış dərmanlar sürtürəm bədənə. Bilmək istəyirəm ki, dəstəmaz pozulurmu? Bildiyimə görə hər dəfə qüsül almalı deyiləm. Dəstəmaz pozulurmu? Xeyr, əgər insan bədəninə xəstəlikdən dolayı spirt sürdürsə, o spirt onun nə dəstəmazındakı qüsülün pozmur və insanın dəstəmazı səhihdir və spirt bədəndən qopandan, uçandan sonra həmən insan namaz qıla bilər. Spirt bədəndə qalmış. Spirt həmən o dərmanın tərkibində yerləşdirilir ki, o bədəni hopsun. Bədəni hopandan sonra isə spirt artıq ifraz olur, yəni uçur gedir, buxarlanır gedir və insanın nə dəstəmazındakı qüsünə xələl gəlmir. Və aleykum assalam. Sual belədir ki, əgər alt paltarının azacıq vidileniya dəyibsə, onu ayaq yolunda su ilə təmizləyib sonra dəstəmaz almaq olarmı? Yoxsa mütləq dəyişilməlidir alt paltarı? Xeyr, mütləq olaraq dəyişilməli deyil. Əgər yüngüldə dəyibdir, siz onu su ilə təmizləyib və dəstəmaz alıb və o halda da namazınızı qıla bilərsiniz. Və aleykum assalam. Sual belədir ki, səcdədə Subhanə Rabbiyəl Ələ əvəzinə çaşıb Subhanə Rabbiyəl Azim desəm, səhv səcdəsi etməliyəmmi? Bəli, əgər kimsə səcdədə Subhanə Rabbiyəl Ələ əvəzinə Subhanə Rabbiyəl Azim deyibsə, ona səhv səcdəsi düşür. Çünki bunlar vacibətlərdən və vacibətləri tərk eləmək səhv səcdəsi ilə düzəlir. Yəni, namazın rükunlarını pozanda rükət əlavə qılınır
yalnız təkbiratul ehramdan başqa. Çünki təkbiratul ehram etməyibsə, ümumiyyətlə namazın təzədən başlamalıdır. Amma digər rukunları tərk edibsə, əlavə rükət qılır. Ancaq vacibətləri tərk edibsə, o vacibətləri səhv səcdəsi bərpa eləyir, yəni səhv səcdəsi düzəldir. Və bu insan da əgər səcdədə Subhan Rabbil A'la vəzin, Subhan Rabbil Azim deyibsə və salamdan qabaq 2 dənə səhv səcdəsi edib, sonra isə salam verir. Və aleykumassalam və rahmetullah. Sual belədir ki, qadın namazı corabsız qıla bilərmi? Qıla bilər bu şərtlə ki, əgər qadının donu yerə dəyirsə və qadının ayaqları donun içində qalırsa və qadın rukuya, səcdəyə gedəndə ayaqları açılmırsa, bəli, qadın corabsız namaz qıla bilər. Amma qadının donu qısadsa, yəni pəncələr, ayaqları çöldə qalırsa, xeyr, belə halda qadın corabsız namazı qıla bilməz, qılsa da namazı batilli sayılmır, hökmün ayağını corab geyinməlidir. Və aleykumassalam və rahmetullah. Sual belədir ki, bir nəfər mənə Allaha and verir, mən də o işi eləmək istəmirəm, günahdır mənə. Xeyr, əgər sizin könlünüzdən keçmirsə, eləmək istəmirsinizsə, nə and verir, versin, etməyə bilərsiniz. Amma yox, onun sizdən tələb elədiyi iş xeyirli işdirsə, yəni savabdırsa, kiməsə fayda verirsə, kiməsə faydalı olacaqsa, kimsə ondan xeyir qazanacaqsa, inşallah eləsəniz ki, yaxşı olar. Çünki ən azından siz də orada savab qazanacaqsınız. Ancaq yox, onun and verdiyi əməl bəlkə də şərdir, bəlkə də heç xeyirli bir iş deyil və bu halda heç eləməsəniz daha yaxşı, çünki siz də o barədə günah qazanacaqsınız. Yəni, baxın ki, onun sizdən istədiyi nədir? Əgər xeyirdirsə, edin, əgər şərdirsə və yaxud da ki, ziyanlı işdirsə, eləməyin. Və aleykumassalam və rahmetullah. Sual budur ki, mən şəkər xəstəsiyəm, Ramazanda orucumu tutdum, tuta bilmədiklərimizə iftar verdim, adam sayına görə o mənim orucumun kəfarəsi olurmu? Ümumiyyətlə, əgər bir insan xəstəlikdən və yaxud da ki, başqa səbəbdən orucuna kəfarə edirsə, o kəfarən iftar vermək olmaz. Çünki iftar başqa məsələdir, kəfarə isə başqa məsələdir. Yəni, iftar, hər bir adam iftar verə bilərsən, varlıya da, kasıba da, amma kəfarə isə sırf olaraq kasıblar, miskinlər olmalıdır. Əgər kimsə kəfarəsini varlı insanlara veribsə, onun kəfarəsi sayılmır, hökmən kasıblara verməlidir. Çünki kəfarət şərt kasıb, miskin olmasıdır. Amma iftar isə istədiyin insana verə bilərsən. Və aleykumassalam və rahmetullah. Sual belədir ki, Ramazan ayında bir həftə qadın heyzlidirsə, Ramazan ayı bitdikdən sonra bir həftə qəza orucu tutmalıdır. Suala görə üzülü sayın, amma bilməliyik. Bəli, əgər insan, qadın Ramazan ayında neçə gün heyzli olubsa və neçə gün Ramazan orucunu tutmayıbsa, həmən günlərin sayı qədər də Ramazana sonra qəzanı tutmalıdır. Əgər 5 gün olsa, 5 gün, bir həftə olsa, bir həftə 10 gün olsa, 10 gün, yəni günə gün qəzasını tutmalıdır Ramazandan sonra. Və aleykumassalam və rahmetullah. Sual belədir ki, salam vermək ən doğru şəkildə necə olur? Salam vermək ən doğru şəkildə belə olur. Əssəlamu aleykum. Ən doğru şəkildə salam, əssəlamu aleykum deyə olur. Amma kimsə artırmaqsa desə ki, əssəlamu aleykum və rahmetullah və yaxud da əssəlamu aleykum və rahmetullahi və bərəkatuhu, bunlar hamısı icazəli və bəyəniləndir. Ən qısası isə əssəlamu aleykum. Və aleykumassalam və rahmetullah. Sual belədir ki, deyilənə görə qiyamətdən 7 il əvvəl Mehdi gələndə müsəlmanlar 7 il varlı olacaq. Burada nə nəzərdə tutulur, nə mənada varlı olacaq? Yox, ümumiyyətlə, Mehdi əleyhissalamın gəlməsi qiyamətdən 7 il əvvəl gəlməsi demək deyil. Sadəcə, bəli, qiyamətə yaxın əlamətlərdən biridir ki, yəni Mehdi əleyhissalam gələcək. Bu var, hədislərdə də var. Və orada konkret 7 il və ya da 5 il əvvəl və ya da sonra söhbət yoxdur. Sadəcə söhbət ondan gedir ki, Mehdi əleyhissalam gələndə o qədər hüzur, əmin-amansızlıq olacaq ki, yəni bütün müsəlmanlar da varlı şəkildə yaşayacaq. Yəni kasıb, miskin olmayacaqlar. Yəni mənası bu deməkdir. Və aleykumassalam və rahmetullah. Sual belədir ki, bacı qardaş bir yetə bilərmi? Qızın 5, oğlan 10 yaşı var. Ayrı yatırdaram, gecə qorxarlar. Bir yer yatsalar olarmı? Ümumiyyətlə hədislərdə gəlib ki, Allah Rasulü s.ə.v buyurur ki, 7 yaşında övladlarınıza namaz öyrədin və 10 yaşında yataqların ayırın.
Yəni, bu deməkdir ki, əgər qız, oğlan 10 yaşına çatıbsa, onların yataqları ayrılmalıdır. Yəni, qız ayrı yatmalıdır, oğlan uşağı da ayrı yatmalıdır. Yəni, bir otaqda olar, amma yataqları ayrı olsun. Biri bir tərəfdə, biri isə digər tərəfdə. Amma bir otaqda yatsalar, olar inşallah. Və aleykum assalam və sual belə ki, cahil vaxt etdiyimiz günahlara görə düşünürüksə ki, dindən çıxmış ola bilərik, nikah yenilənməlidirmi? Xeyr. Əgər insan cahil vaxtda hansı günahlar edib, əməllər edibsə, bu insanı dindən çıxarmır. Əgər insan tövbə edib və İslam'a gəlibsə, onların nikahları da səhihdir və elədikləri əməllərə görə tövbə ediblərsə, Allah Subhanahu da onların günahlarını əfv edib, bağışlayıb və bunun dərdini çəkməsinlər. Onlar bundan sonraki günlərinin dərdini çəksinlər. Bundan sonraki elədiklərinin günahlarına fikirləşsinlər, düşünsünlər və tövbə eləsinlər. Amma keçmişi elədiklərə tövbə ediblərsə, Əl-İslam yəcubu məqabiləhu, İslam özünün əvvəlki günahları yuyur və təmizləyir. Onlar yalnız qabağa baxsınlar və qabağa fikirləşsinlər. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, duha namazı haqda bilmək istəyirəm ki, hansı saata kimi qılsaq daha fəzilətli olar? Halal edin, ola bilsin ki, cavab vermişsiniz, təkrar verdim sualı. Duha namazının vaxtı ümumiyyətlə gün çıxdıqdan, isinməyə başlayandan günəş zenitdə olana qədər, yəni təxminən zöhrün bir 25 dəqiqə yarım saat əvvələ kimi qılmaq olar. Yəni günəş çıxdıqdan sonra təxminən bir saatdan sonra, yəni artıq ki, günəş isinməyə başlayır, o vaxtdan zöhr namazının girməyinə bir yarım saata qalmışa kimi duha namazını qılmaq olar. Yəni ən əfsəl vaxtı ilə bu vaxtlar ərəfəsindədir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, oğlan özü namaz qılır, ancaq ailəsi namaz qılan deyil. Bu zaman onunla evlənmək olarmı? Bəli, evlənmək olar. Çünki siz oğlanla ailə qurursunuz, onun ailəsi ilə ailə qurmursunuz. Onun ailəsinin dində olmamaq isə heç bir zərər eləmir. Əgər oğlan özü namaz qılansa, əlhəmdülillah bu kifayət eləyir. Bu sizə kifayət eləyir. Amma onun ailəsinin namaz qılıb qılmasa sizə heç bir zərəri yoxdur Allahın izni ilə. Əgər oğlan dinli, imanlı, əxlaqlı oğlansa, inşallah ailə qura bilərsiniz. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, namaz qılanda çox əsnəmək tutur. Bunun səbəbi nədir? Allah Rasulü s.ə.v buyurub ki, əsnəmək şeytandandır. Əgər namazda sizə əsnəmək tutsa, bacardığın qədər dişlərinizə sıxın və hətta əlinizlə də olsa ağzını tutun və əsnəməyə qoymayın. Çünki əsnəmək şeytandandır. Və siz də namazda elə birinci dəfə əsnəsəz və qarşısını almasanız, bütün namazı sizə əsnəmək tutacaq. Çünki şeytan artıq əsnəməklə sizin namazınızı oğurlamaq istəyir. Ona görə hədisdə deyildiyi kimi, əsnəmək şeytandandır və əsnəmək gəldiyi zaman bacardığını özünü saxlayın və əsnəməyin qarşısını alın. Və aleykum assalam və rəhmətullahi bərəkatuhu. Sual belədir ki, and içib onu pozmaq nə dərəcə günahdır? O işə məcbur olsan. Əgər bir insan and içibsə, sonra andını pozubsa, o andına kəffarə eləməlidir. Kəffarə nədir? 3 gün oruç tutmaq, ya 10 dənə kasıbı yedizdirmək, ya 10 dənə kasıbı geyindirmək, yəni yedizdirib geyindirmək, ya da bir qul azad etmək. Yəni hansını bacarırsınızsa, onu da əməl etməlisiniz. Əgər ki, andını pozmusunuzsa, bu 3 əməldən birini hökmən etməlisiniz. Əks halda sizin andınızın kəffarəsi pozulmuş olacaqdır. Yəni, andınızı pozulubsa, onun kəfarəsini hökmən verməlisiniz. Yəni, andın kəfarəsi vacibdir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, nə vaxt əlləri qaldırıb dua etmək olar? Bəzən elə olur ki, insan dara düşür, ona görə də əllərin qaldırıb dua etmək ehtiyac duyur. Ümumiyyətlə, insan istədiyi vaxtı, istər dara düşəndə, istər dara düşməyəndə, İstər kefi kök olanda, istər kefi pis olanda, istədiyi zaman, istədiyi vaxtda, istədiyi yerdə, yəni əgər tualet zat, mundarsıq nəzərdə tutulmur, yəni məkan etibarilə, meçid, ev, küçə, həyət, yəni istədiyi məkan, istədiyi yerdə əlin qaldırıb Rəbbinə dua edə bilər. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, Peyğəmbərimizin bizə şəfaət üçün Sırat körpüsündə olacaqmı? Allah razı olsun. Ümumiyyətlə, Peyğəmbər s.ə.v-in şəfayəti qiyamət günü olacaqdır. Qiyamət günü olacaqdır. Ancaq alimlər deyir ki, o şəfayət Sırat körpüsündən əvvəl olacaqdır.
yəni Muhammed s.ə.v şəfayəti Sırat körpüsündən əvvəl olacaqdır. Və aleykum assalamətullah. Sual belədir ki, bir bacı var, sinəsində uşaq yedizdirdikdən sonra biraz dəyişiklik baş verib və o özünə çox kompleks edir. Bəzi kremlər var ki, görünüşü əvvəlki kimi olmasa da biraz dəyişdirir. İstifadə etmək olarmı? Bəli, istifadə eləmək olar. Yəni, heç bir cərrahiyyə əlaməti cərrahiyyə eləmədən, cərrahiyyə əməliyyatı keçirmədən, mücərrəd təbii vasitələrlə, kremlərlə, müəyyən yağlarla və digər vasitələrlə insan əgər öz sinəsinin əvvəlki görünüşünü qaytara bilirsə, qoy eləsin. İcazəli olmayan cərrahiyyə əməliyyatıdır ki, nəyəsə kəssinlər, götürsünlər. Amma tərkibində əgər haram yoxdursa, yəni həmən kremlərin tərkibində donuz və digər haram qarışıqlar yoxdursa, yəni halal məhlullardan hazırlanmış kremlərdirsə, bəli, istifadəsində heç bir problem yoxdur, heç bir problem yoxdur. Aleykum assalamətullah. Sual belədir ki, axirətdə sorğu-sual Sırat körpüsündən sonra olacaq ya əvvəl, ümumi hədislərə və Sıratın körpüsünün vəsiflərinə gəlincə, əksər alimlər deyir ki, sorğu-sual Sıratdan əvvəl olacaq. Sorğu-sualdan əvvəl olacaq, çünki Sıratı yalnız müsəlmanlar, möminlər keçəcək. O münafiqlər, kafirlər, onlar Sıratı keçə bilməyəcəklər. Və bu kimi rivayətlərə uyğun olaraq, alimlər əksər deyir ki, Sırat sorğu-sualdan sonra olacaq. Allahın izni ilə. Aleykum assalam və rəhmətullah. Sual belədir. Qız uşağı həddi-buluğa çatana kimi şalvarla üstündən düşən kofta geyərək örtünə bilərmi? Bu haramdırmı şalvarın örtülməsi? Yəni ki, həddi-buluğa çatınca. Ümumiyyətlə, qız əgər həddi-buluğa çatıbsa, çatana qədər insan, belə deyim, şalvar kimi geyinib, üstündən də bir uzun kofta ki, dizinə kimi örtülsün, inşallah örtünə bilər. Yəni, bu problem deyil. Yəni, balaca qız uşaq üçün bu olar. Həm hicab taxsın, həm də bu kimi geyinsin. Amma tədricən artıq ona don, enli paltar geyməyini ona təbliğat aparmaq lazımdır. Amma həddi buluğa çatana qədər, yəni bu kimi libasdan geyinə bilər. Yəni, şalvar geyinsin və üstündən də kofta dizinə kimi uzansın. Yəni, əsas odur ki, əzaları bilinməsin, həmçində hicab da taxsın. Həddi buluğa çatanda isə artıq buna tam geniş paltar, don, bu kimi təbliğatı aparmaq lazımdır Allahın izni ilə. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, uşağa yuduqda dəstəmaz sınırmı? Salfetka ilə təmizləyib namaz qılmaq olarmı? Bugün qarşıma bir video çıxdı ki, öz uşağını yuduqda dəstəmaz sınmır. Bəli, səhih budur ki, ana öz uşağını yuduqda və yaxud da ki, salfetka ilə sildikdə ananın dəstəmazı pozulmur. Biz bu suala səhv eləmirəmsə artıq 5 ya 6-cı dəfə cavab vermişik. Yəni, 5 və 6 və bu suala cavab vermişik ki, bəli, bu barədə səhih rəy budur ki, dəstəmaz pozulmur. Dəstəmaz pozulmur. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, dəstəmaz alarkən ayağa məhz çəkmək icazəlidirmi? Bəli, icazəlidir, amma onun şərti var. Şərti budur ki, insan dəstəmaz aldığı zaman, misal üçün insan sübh namazını dəstəmaz alıb və dəstəmaz aldıqdan sonra ayağına corab yeni və corab da topuqdan yuxarıdır. Sonra isə insan zöhr namazı vaxtı dəstəmaz alan zaman əgər həmən ayağından corabı çıxartmayıbsa, o zaman ayaqların yumur. Sadəcə corabın üstünə məhz çəkməsi kifayət edir. Yəni, məhz çəkməyin özünün şərtləri var və şərtdə budur ki, corab təmiz dəstəmazlı ayağa geyinilməlidir və ayaqdan çıxmalı deyil. Və belə halda, bəli, sən üstünə məhz çəkə bilərsən. Hətta yerli adam 1 sutka corabın üstünə məhz çəkə bilər. Misafir olan adam isə 3 sutka corabın üstünə məhz çəkə bilər. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, ayağı günorta yuyub, corabı geyinib, sabah günortaya qədər məhz çəkə bilərəm. Bildirimə görə olar, amma dəqiqləşdirmək istəyirdim. Bəli, əgər siz bugün günorta dəstəmaz alıb və dəstəmazlı ayağa corabı geyinmişsinizsə və corabı çıxartmadan sabah günortaya qədər həmən məhz çəkdiyiniz vaxta qədər siz ayağınıza məhz çəkə bilərsiniz. Əgər ki, siz yerli adamsınızsa, amma siz səfərdəsinizsə, siz bunu 3 gün edə bilərsiniz. Necə ki, hədislərdə qeyd olunduğu kimi. Bu da, əlhəmdülillah, Allah subhanahu wa ta'ala bizə lütfüdür.
mərhəmətidir. Əlhəmdülillah və İslam dininin genişliyidir və gözəlliyidir və rahatçılığıdır. Allah həmd və şükürlər olsun. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, La ilahe illallah vahdahu la şərikə ləh, ləhu mulk və ləhul həmd yuhyi və yumitu və huvə alə kulli şeyin qadir. Zikrini sübh və məğrib namazında etmək lazımdırmı və tərcüməsi nədir? Bəli, bu zikir sübhdən sonra 10 dəfə və axşam zikirlərində 10 dəfə olur, yəni gün ərzində 20 dəfə olur bu zikirlər. Amma mənası o deməkdir ki, La ilahe illallah vahdahu la şərikə ləh, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və onun şəriki yoxdur. Ləhu mulk və ləhul həmd. Mülk də onundur, həmd də ona məxsusdur. Yuhyi və yumit, o öldürən, dirildən və öldürəndir. Və o alə kulli şeyin qadir, və hər bir şeyə qadirdir. Mənası da bu deməkdir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, hamilə qalmamaq üçün boruları bağlatmaq günahdırmı? Əgər etmişəmsə, tövbə etsəm, Allah məni bağışlayarmı? Bəli, boruları bağlatdırmaq günahdır, olmaz. Çünki müasir alimlər günümüzdəki olan qorucu vasitələrdən istifadə etməyə icazə verirlər. Yalnız boruları bağlatdırmaq olmaz. Əgər sizin imkanınız varsa boruları açdırmağı açdırın. Yox, əgər bu əməliyyat bir dəfəliksə, yəni onun geri qaytarmaq mümkün deyilsə, bəli, o zaman tövbə edin və Allah subhanahu tövbələri qəbul edəndir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, sübhün sünnət namazında Fatihədən sonra dedi ki, birinci İxlas, sonra Kəfrun surəsi oxunur. Mən əksinə bilirəm, bunun fərqi varmı? Yəni, bunun fərqi odur ki, birinci İxlas, sonra Kəfrun surəsi oxunması, bu Allah Rasulun hədisində gəlib. Yəni, hədisə bu cür gəlib ki, birinci İxlas, sonra da Kəfrun surəsi oxusun. Və bu cür oxusanız, bəli, sünnəyə müvafiq etmiş olarsınız. Çünki Allah Rasulu sallallahu aleyhi və səlləm hədisdə bu cür buyurub. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, namazda hər iki rükətə 2-3 və daha çox surə oxumaq olarmı? Bəli, oxumaq olar. Namazda, istər sünnə namazlarında, istər fərz namazlarında Fatihədən sonra birdən artıq surələr oxuya bilərsiniz. Hətta 10-15 dənə surə də belə oxuya bilərsiniz. Əgər kimsə namazın uzun qılınmağını istəyirsə, birdən çox surələr oxuya bilər. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, mənim 1 yaş 9 aylıq qızım var, tez-tez yıxılır. Deyirlər ki, əqiq kəsilməyib, ona görə. Əqiq kəsmək nə qədər vacibdir? Necə verilməlidir? Zəhmət olmasa ətraflı başa salardınız. Ümumiyyətlə, əqiqin kəsilməsi odur ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurub ki, oğlan uşağına 2 əqiq və qız uşağına 1 əqiq kəsilir. Və hətta bəzi rivayətlərdə gəlib ki, o əqiqlər uşaqlığın boynundadır. Yəni, uşaq böyüsə də nə olur olsun, o əqiqlər kəsilməlidir. Həmçinin başqa rivayətlərdə gəlib ki, o uşaqların əqiqləri kəsiləndən sonra uşaqlar xatadan, baladan qurtulmuş olurlar. Yəni, bu bəzi rivayətlərdə gəlib. Ona görə sizə bəyənilən odur ki, siz əqiqi kəsəsiniz. Allahın izni ilə əqiqi kəsəsiniz. Yəni, əqiqi də necə kəsilir? Siz qız uşağına bir qurban kəsirsiniz və onu yaxşıca yemək pişirirsiniz və ətrafınızda olan tanıdığını bildiyiniz kasıb bacı qardaşlar, qohum əqrabını yığırsınız, o əqiqdən onlara yedizdirirsiniz. Bu ən yaxşı əqiqin pişirilməsi, kəsilməsi bu cürdür Allahın izni ilə. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, mənlə özüm, nə yoldaşım işləmir. Hicam edirik, pul verirlər. Amma özümüz qiymət demir. Verilən pulu götürmək olar, ehtiyacımız var. Bəli, əgər siz bu işlə məşğulsunuzsa, işiniz gücünüz budursa və qiymət demədən kim nə versə götürürsünüzsə, inşallah bir problem yoxdur. Amma çalışın ki, bunu özünüzə sənət kimi etməyəsiniz. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, hicamanın qazancı xəbis, yəni bəyənilməyən murdar qazancdır. Yəni çalışın ki, bir işlə məşğul olasınız, amma əlavə də hicam eləməyinizə görə pul alırsınızsa, inşallah problem yoxdur. Amma bunu özünüz üçün sənət iş seçməyəsiniz. Əlavə bir işlə məşğul olun, həmçində hicama da eləyin. Əlavə bir işlə məşğul olun, həmçində hicam eləyin. Və hicam etdiyiniz zaman sizə pul təklif edirlərsə, siz qiymət demədən nə versələr götürsəniz, inşallah ki, bir problem yoxdur. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, Quran sözün mənası nədir? Quran sözün mənası oxunulan deməkdir. Oxunulan. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, qüslü tam necə almaq lazımdır? Ümumiyyətlə, Allah Rasulundan sallallahu aleyhi ve sellem'in 2 cür qüsül forması gəlib. Birinə mücərrəd qüsül deyilir və ikincidən tam qüsül deyilir. Mücərrəd qüsül nədir? Mücərrəd qüsül odur ki, insan yalnız qüsül almaq istəyir. Dəstəmazlı olmaq istəmir. Yəni, nə deməkdir bu? İnsan gizli hamama, övrət yerin yudu, yəni bataq yerlərin yudu, sonra isə
ağzına, burnuna su götürür, necə dəstəmaz aldığı kimi, sonra bütün bədəni isladır, başından, sağ və sol tərəfindən. Bütün bədəni islandı, bu oldu qüsül. Buna deyilər mücərrəd qüsül. İkinci qüsül forması isə, insan girir hamama, övrət yerini yuyur, sonra isə tam dəstəmaz alır, sonra isə suyu başından, sağ və sol tərəfindən bütün bədəndən isladır və bu da olur kamil qüsül və beləliklə bizdə iki cür qüsül forması olur. Birinci mücərrəd qüsül, ikinci isə kamil qüsül. Və aleykum əssalatullah. Sual belədir ki, deyirlər ki, axşam vaxtı salavat çəkmək olmaz əzan çəkiləndə. Niyə? Çünki əzan çəkiləndə əzanın özünün duası var, o dua edilməlidir. Yəni, salavatın deyiləsi yerləri var. Çünki salavat Muhammed s.ə.və çəkilir və o da əl-xüsusda səhər axşam zikirlərində və gün ərzində istifadə edə bilərsiniz və həmçində cümə günü, əl-xüsusda cümə günü daha çox artırmaq lazımdır. Amma əzan səsi gələndə salavat deyilməsi bu hədislərdə gəlməyib. Əzan özünün duası var və əzan veriləndə əzan öz duasını etmək lazımdır. Aleykum əssalam və rəhmətullah. Sual belədir ki, əgər valideyn övladına zülm edirsə, bunun cəzası varmı? Bəli, cəzası vardır. Çünki zülm haqsız yerə qalmır, zülmün qiyamət günü cavabı vardır, insan buna cavab verəcəkdir. Amma o ki, qalsa ki, deyirsiniz ki, valideyn övladına zülm edirsə, yəni mən bunu təsəvvür edə bilmirəm. Yəni, valideyn necə övladına zülm eləyə bilər? Əgər imkan varsa, bu valideyn nə halda, nə edir ki, övladına zülm olur, siz bunu bizə bir dənə yazın, başa salın, biz görək, həqiqətən belə bir şey var, yoxsa yox. Əgər varsa, o necə olur? Necə valideyn övladına zülm eləyə bilirsə, onu bizə yazın, biz onu görək, bilək. Və aleykum əssalam. Sual belədir ki, mən bilmək istəyirəm ki, Fələq, Nəs, İxlas, Ayət-ül Kursu, Əl-Fatih surələrini oxuyanda Azərbaycan dilində öyrənməliyik, yoxsa ərəbcə? Siz onu ərəb dilində öyrənməlisiniz. Çünki siz onu dua kimi, surə kimi oxumaq istəyirsinizsə, şərtdir ki, siz onu ərəb dilində öyrənərsiniz. Amma Azərbaycan dilində siz mənalarını öyrənməyiniz isə heç bir problem yaratmaz. Ruqyədə, namazda, digər ibadət hallarında oxumaq üçün sizə ərəb dilində lazımdır. Amma mənasını isə Azərbaycan dilində öyrənməyiniz sizin özünüz üçün yaxşı və gözəldir ki, hətta oxuduğunuzun mənasını biləsiniz deyə. Amma öyrənməyiniz hökmən ərəb dilində olmalıdır. Və aleykum əssalam. Sual belədir ki, insan öldükdən sonra belə bir şey vəsiyyət edə bilərmi ki, orqanlarını kimlərəsə bağışlasın? Müasir İslam alimləri deyir ki, müsəlman insanın öz orqanlarını öləndən sonra kiməsə vəsiyyət etməsi icazəli deyildir. Çünki orqanlar sənin mülkün deyil. O, Allah Subhanahu sənə olan əmanətidir və sən onun sahibi olmadığın kimi, sən onu bağışlamaq, satmaq və bu kimi ixtiyar sahibi deyilsən. Hətta belə bir şey vəsiyyət edibsə də belə o vəsiyyət əməl olunmalı deyil. Çünki orqanlar sənin mülkün deyil. O, Allah Taala'dan sənə olan bir əmanətdir. Aleykum əssalam və rəhmətullah. Sual belədir ki, namaz qılmayan adama Allah şəfa versin demək olarmı? Əgər o namaz qılmayan insan, cahil insandırsa və həmçində Allaha iman edən, inanan və başa salarsan namazı, tovfidi inşallah qılacam deyir, sağalım qılacam, tövbə eləmişəm, pis əməllərdən və yaxud və s. Bu kimi sözlər işlədirsə, inşallah onu Allah şəfa versin demək olar. Və aleykum əssalam. Sual belədir ki, hicab çənə altında olmalıdır, ya çənənin üstündə? Ümumiyyətlə, hicab bağlamaq forması var. Bəzi məzhəblərə görə hicab çənənin altından bağlanılır, bəzi məzhəblərdə isə çənənin üstündən. Yəni, sizə hansı rahatdırsa, inşallah elə də bağlayın. Hansı rahatsa elə də bağlayın. Çünki üzün açıq qalması icazəlidir. Üz də deyiləndə çənə də üzdəndir. Buna əsasən hicab çənənin altından düşməlidir. Amma yox, siz desəz ki, hicab deməli, çənənin üstündə olsa daha yaxşıdır. İnşallah elə də bağlasanız olar. Heç bir problem yoxdur. Aleykum əssalam. Sual belədir ki, 4 və 5 həftəlik hamiləliyi həkim yolu ilə pozana günah yazılırmı? Tövbə etsən bağışlanarmı? Tövbə nə cür olmalıdır? Ümumiyyətlə, çalışın ki, əgər uşaq ana rəhminə düşübsə
siz onu götüzdürməyəsiniz. Nəyin bahasına olsa götüzdürməyəsiniz. Yalnız əgər burada ölüm təhlükəsi varsa, ölümlə üz-üzəsinizsə, o zaman 4-5 həftəliyində inşallah ki, götüzdürmək olar. Amma etməsəniz, əgər ölüm təhlükəsi yoxdursa, siz sadəcə uşağınız çoxdur, kasıbsınız, baxa bilmirsiniz, körpə bəbələriniz çoxdur, çatdıra bilmirsiniz deyib bunu edirsinizsə, bundan ötürü eləməyin. Olmaz, günahdır, haramdır. Amma tövbəyə gəlinsə, bəli, siz Allah Subhanahu taala səmimi qəlbdən tövbə edib, elədiyiniz əməldən peşman olub, Rəbbinizə bağışlama diləsəniz, inşallah Allah Subhanahu sizin tövbələrinizi qəbul edər. Aleykum əssalam və rəhmətullah. Sual belədir ki, sünnət namazlarından başqa gün içində hansı namazları qıla bilərəm? Necə qılınır, zəhmət olmasa qısa şəkildə deyərdiniz. Sünnət namazlarından başqa gün ərzində duha namazı vardır. Duha namazı gün çıxdığından sonra saat 12-yə qədər təxminən 12 rükətə kimi qıla bildiyiniz, yəni duha namazı. 2 rükət, 4, 6, 8, 10, 12 rükət qıla bilərsiniz. Və həmçində gün ərzində siz qıla bilərsiniz dəstəmaz haqqı. Hər dəfə dəstəmaz alan sonra əlavə olaraq 2 rükət dəstəmaz haqqı qıla bilərsiniz. Və həmçində siz zöhrdən sonra sünnətləri qıldıqdan sonra əsrə qədər istədiyiniz sayda nafilə namazlar qıla bilərsiniz. Bu nafilə namazlarını siz məğribdən də sonra, işıdan sonra qıla bilərsiniz. Yəni sünnətdən əlavə nafilə namazları istədiyiniz qədər, istədiyiniz sayda qıla bilərsiniz. Və aleykum əssalam və rəhmətullah. 11-12 yaşlı uşaqların bəzən işə namazını qılmamış yuxuları gəlir, yatır. Səhər qəzasını qılmalıdırlarmı? Ümumiyyətlə, əgər sizin uşaqlarınız 11-12 yaşındadırsa və işə namazını qılmamış yuxuları gəlib gedir, yatırlarsa, o zaman onlar məğrib girəndən 1 saatdan sonra işə namazı onlara qıldığını sonra gedib yatsınlar. Çünki işə namazının şəri girmə vaxtı məğrib namazından 1 saat sonradır. Yəni, təqribən məğrib namazı girilirsə 1 saatdan sonra işə namazının vaxtı girir. O zaman onlar qılsınlar, sonra isə gedib yatsınlar. Və aleykum əssalam və rəhmətullah. Qurbanlıq qoyun neçə yerə bölünməlidir və bu qurbandan özünə nə qədər götürülməlidir? Qurbanlıq qoyuna gəlincə isə, yəni insan İsmail qurbanı kəsirsə, o qoyunu tamamilə özünə götürə bilər. Yəni bunun deməli parçalamasında şərt deyil ki, parçalayıb paylayasan. Amma istəsə kasıb qonşular falan varsa, 3-4 yerə bölüb bir payını özünə götürüb qalanı paylaya da bilər. İstəsə hamısını özünə də götürə bilər. İstəsə 1 kiloqram özünə götürüb qalanı paylaya da bilər. Yəni ixtiyar özündədir. Əgər kasıblar varsa paylasın, yox əgər ətrafındakılar hamısı özləri də qoyun kəsənlərdirlərsə, yəni özləri qoyun kəsə bilirlərsə, o zaman kəsdiyi qoyunu tamamilə özünə saxlaya bilər. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, qadın daima öz əri üçün dua edəndə deyir ki, ya Rəbbim, onun bizim üçün çəkdiyi bütün əziyyətləri müqabilində cənnət nəsib eylə. Ancaq açıqca bunu deyə bilmir. Kobud xarakterli kimi tanınır. Bu bacıya nə məsləhət görürsünüz? Ümumiyyətlə, əgər bir qadın öz həyat yoldaşı üçün dua edirsə, o duanı onun üzünə eləmək lazım deyil. O duanı onun arxasınca eləmək lazım. Yəni, özü olmayan da eləmək lazımdır. Çünki qadın bu duanı həyat yoldaşının üzünə edirsə, bu artıq bəyənilən hal deyildir. Ən yaxşı dua isə insanın arxasınca edilən duadır. İnsanın arxasınca edilən duadır. Əgər bu qadın ürəyindən bu cür dua keçirsə, o zaman əri evdə olmayanda bu duanı istədiyi qədər eləsin. Amma üzünə bu duanı eləməsin. Çünki bu dua üzə deyiləsi dua deyildir. Bu, insanın arxası edilən duadır. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, xütbə namazı deyilən bir namaz varmı? Xeyr, xütbə namazı deyilən bir namaz yoxdur. Amma cümə namazı var. Və cümə namazı da 2 rükətli namazdır və o namazın əvvəlində imam cümə xütbəsi oxunur və xütbədən sonra isə 2 rükət cümə namazı qılınır. Əgər sizin qəsdiniz cümə xütbəsi namazıdırsa, deməli cümə günü qılınan namazdır, amma yox, adi halda xütbə namazı deyilən belə bir namaz yoxdur. Yalnız cümə günün xütbəsi və xütbədən sonra 2 rükət namaz var. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, Quran-ı Kərim kitabını balaca uşaq bir neçə vərəqin cırıb nə etmək lazımdır? Siz o vərəqləri skoç və digər yapışdırıcı vasitələr ilə həmən Quranın səhifələrinə yapışdırın. Yəni onu oradan uzaqlaşdırmayın.
əgər onun cırıbsa, bir tər də olsa skotla yapışdırın ki, vərəqləri öz yerinə bərpa edəsiniz. Amma o qopan vərəqləri qırağa tulub, yandırıb eləməyin ki, Quranın içində naqisi əmələ gəlməsin. Yəni, qopardıbsa, çalışın yerinə skoçlayın, yəni qoy skoçla yerinə qaytarın, bərpa eləyin. Amma çalışın ki, körpə uşaqların əlinə Quran verməyəsiniz. Elə yerə qoyun ki, uşağın əli ona dəyməsin. Çünki Allah qorusun onu murdar edə bilər, üstə nəsə bir murdar bir şey də eləyə bilər və buna görə də məsuliyyəti siz daşıyacaqsınız. Ona görə çalışın ki, Quranı elə yerə qoyun ki, uşaqların əli ona çatmasın. Və aleykum əssalam. Sual belədir ki, namazda Fatihədən sonra surə oxuyanda İxlas surəsinin əvvəlmi, yəni birinci rəkətdə İxlas, ikinci rəkətdə başqa surəmi? Bəli, əgər insan namaz qılırsa və birinci, ikinci deməli rükətdə birincidə İxlas və ikincidə başqa surə bilirsə, başqa surə oxuya bilər və belə də eləməlidir. Yəni, insan çalışmasın ki, yalnız İxlas surəsi əzbərləsin və namazını o ilə qılsın. İnsan əgər çoxlu surələr bilirsə, çalışsın ki, hər namazı Fatihədən sonra ayrı-ayrı surələr oxusun. Aleykum əssalam. Sual belədir ki, səhər və axşam namazlarında Kəfirun və İxlas surələrini fərzləmi, yoxsa sünnələrdəmi oxuyaq? Səhər axşam namazlarında, yəni sübh və məğrib namazlarında İxlas və Kəfirun surələri fərzdə deyil, sünnə namazlarında gəlib. Fərzdə deyil, yalnız sünnə namazlarında gəlib. Birinci rükətdə deməli İxlas, ikinci rükətdə isə Kəfirun surəsi oxunması həm sünnə namazın, həmçində məğrib namazında. Və aleykum əssalam. Yaşar Qurbanovun İslamın Nuru kitabını oxumaq düzgündürmü? Mən bildiyim qədər bu kitabın içindəkilər hamısı səhih məlumatlardır və inşallah bu kitabın oxuşunda heç bir problem yoxdur. Və aleykum əssalam. Sual belədir ki, axşam vaxtı niyə paltar sərmək olmaz? Bu sualı verən bacıya müraciət edir ki, kim bunu deyib ki, olmaz? Yəni, bu olmazı sizə o deyən insandan soruş ki, niyə olmaz? Amma, əlhəmdülillah, İslam dində isə buna heç bir ziddiyyət yoxdur. Əgər insan evdə paltarını yubsa, istər axşam, istər səhər, istər günorta gedib paltarını sərə bilər. Kimsə deyibsə olmaz, bu olmazı həmən insandan soruşun. Və aleykum əssalam. Axşam zikirləri vaxtı dəqiq nə zamandır? Əsr girdikdən sonra, yoxsa məğrib namazı vaxtı girdikdə? Ümumiyyətlə, axşam zikirlərinin vaxtı əksər alimlər deyir ki, o məğribə 25-30 dəqiqə qalmış başlayır. Hətta məğribə və məğribə kimi etməyibsə, məğribdən sonra da zikirlərini edə bilər. Yəni, məğribə bir yarım saat qalmış başlaya bilər və deməli, məğribə kimi eləsin. Əgər ümumiyyətlə bu vaxtı eləməyibsə, o zaman məğribdən sonra da həmən zikirləri eləyə bilər. Və aleykum əssalam. Sual belədir ki, sünnə namazlarını qılmaq arada vəsvəsələr olur, tənbəlliklə. Mən ancaq özümü məcbur edirəm, qılıram namazları. Və belə halda qılmağının qəbul olmasına bir maniyə varmı? Yəni, belə his keçirdəndə? Xeyr, Allahın iznilə heç bir maniyə filan yoxdur. Və siz düz edirsiniz ki, özünüzü məcbur edirsiniz. Çünki şeytan heç vaxt insanı xeyir əməllər eləməyə qoymur, qarşısını alır və cürbəcür vəsvəsələr, şübhələr gətirir. Amma siz buna baxmayaraq özünüzü məcbur edib qılırsınızsa Allahın izinlə düz edirsiniz və Allah Subhanahu sizin əcrinizi kamil şəkildə sizə nəsib edəcəkdir. Bundan arxayın olun, əmin olun və namazınızı, sünnə namazlarını heç vaxt tərk eləməyin və daima əməllərinizdə davamlı olun və heç bir zaman sünnələri tərk etməyin. Və aleykum əssalam. Sual belədir ki, qadının atası var, amma oğlu ona vəli dayana bilərmi? Əgər onun oğlu 15 yaş həddi buluna çatıbsa, bəli, ata ola, oğul anasına vəli dayana bilər. Və aleykum əssalam. Sual belədir ki, əgər pulum varsa onu banka qoya bilərəm, yəni bildiyimiz qədəri ilə onun üstünə faiz gəlir. Əgər sizin pulunuz varsa və siz onun oğurlanmağından qorxursunuzsa və onu qoruya biləcək bir yeriniz yoxdursa, o zaman siz onu faizsiz formada banka mühafizə üçün qoya bilərsiniz. Yəni, soruşa bilərsiniz ki, hansı vaxt etibarlıdır və hansı vaxtda mühafizə varsa,
yəni o pul qorunursa, ora qoya bilərsiniz. Amma faizli olan yerlərə faiz şəklində qoymaq isə haramdır və bu da faiz ilə məşğul olan insanlar Allah və Rasuluna qarşı müharibə etmiş insanlardır və belə şeylərdən uzaq olun və uzaqlaşın. Ümumiyyətlə, faiz olan yerlərdən çalışın, kölgəsində belə dayanmayasınız. Və aleykum assalam və sual belədir ki, uzanan vəziyyətdə yataq geyimində Qurana qulaq asmaq olarmı telefonda və həmçinin dua etmək olarmı? Ümumiyyətlə, əgər insan Qurana qulaq asmaq istəyirsə, bəli, yataqda, yataq geyimində uzanmış formada qulaq asa bilər və həmçinin dua da edə bilər və bunlar qadağan deyil. Amma insan əgər Quran oxumaq istəyirsə, uzana-uzana oxuya bilməz. Hökmən oturmalıdır və oturaq halda və əyin başına fikir verməlidir. O halda Quran oxuya bilər. Amma dinləmək isə bəli, heç bir problem yoxdur. Uzana-uzana yataq geyimində inşallah ki, Qurana qulaq asa bilər. Aleykum assalam və rahmetullah. Sual belədir ki, ağlıma pis fikirlər gələndə nə etməliyəm ki, o vəsvəsələr geçsin məndən? Əgər siz deməli, ağlınıza Allaha qarşı asilik, küfür, istehzalar fikrində gəlirsə, o zaman siz çoxlu-çoxlu əstəğfurullah və Lə iləhə illallah zikrini təkrarlayın. Tez-tez. Hər də bu fikir beyninizə gəlirsə, bu zikirləyin və hər dəfədə Əuzu billahi minəşşeytanirracim, Əuzu billahi minəşşeytanirracim, Əstəğfurullah və atubu ilə, Lə iləhə illallah və lə havlə və lə quvvətə illə billah. Bu kimi zikirləri tez-tez təkrarlayın Allahın izni ilə. Çünki bunlar şeytanın vəsvəsəni sizdən uzaqlaşdıran haldır və həmçində Fələq, Nəs, İxlas surəsini tez-tez oxuyun Allahın izni ilə. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, bilərəkdən yalandan and içmək günah olduğunu bilirəm. Nə edim ki, bilərəkdən yalandan and içmək bağışlansın? Əgər insan bilərəkdən yalandan and içirsə, bu and içmək günahdır. And içmək günahdır. Və insan buna görə tövbə eləməlidir və istiğfar eləməlidir və başa düşməlidir. Əgər bu əməldən tövbə eləməsə, çəkinməsə, o Allah dərgahında kəzzəblərdən, yəni yalancılardan sayılır. Əgər insan bilərəkdən yalandan Allaha and içirsə və bunu davamlı şəkildə eləyirsə, o bilsin ki, əgər bu əməldən tövbə eləməsə, uzaqlaşmasa, o insan kəzzəblərdən sayılır. Amma insan and içib və andını pozubsa, o zaman hər pozuq anda görə isə Allaha kəffarə verməlidir. Yəni, ya 3 gün oruç tutmalıdır, ya 10 dənə kasıb yedizdirib və də geyindirməlidir, ya da bir qul azad eləməlidir. Və bu da andın kəffarəsidir. Və aleykum assalam. Sual belədir ki, qadının yoldaşından gizli pulu olması günahdırmı? Dar gündə yoldaşın işi olmayanda o puldan istifadə olunur. Bu pul haram pul sayılırmı? Əgər o pul qadının öz şəxsi puludursa, yəni mehirdən verilən puludur və yaxud da ki, atasının, anasının, bacısının, qardaşının verdiyi puldur. Yəni, qadın bu pulu özü üçün yığıb, saxlayıb və dar gündə evə lazımında o puldan istifadə edirsə, niyə haram olmalıdır ki? Haram o vaxt ola bilər ki, qadın o pulu ərindən uğrayıb və yaxud da ki, sələm elib, sələm qazanıb və yaxud da ki, kimdənsə borc alıb, qaytarmayıb. Yəni, hər hansı bir haram vasitələrin əlinə keçibsə, o zaman haram olur. Amma o pul qadının halal yollarla əlinə keçibsə və onu xırda-xırda toplayıb və məbləğ yaranıbsa, inşallah bu pulda heç bir haramsız falan da yoxdur.